çünki badı müsbət düzdür. Demək, cüt funksiya nədir? Təyin obası koordinat başlanğıcına nəzərən simmetrik olan y bərabər fx funksiyası üçün istənilən x daxildir deyil f olduqda f mənfi x fx-ə bərabər olarsa bu funksiya cüt funksiya adlanır. Nə demək? Burada yəni tərifi bilirəm ki, biraz anlamayacaqsınız. Ona görə burada bu şəkildə deyim sizə ən yaxşısı. Baxın, tutaq ki, burada x-ə baxın, x-ə mənfi qiymətlər qoyanda nə oldu? Y-də qiymət mənfi oldu. Düzdür? F mənfi x bərabərdir, mənfi fx oldu. Düzdür, uşaqlar? Amma burada isə x-ə mənfi qiymətlər qoyanda da y-in qiyməti nə oldu? Yenə müsbət oldu. Düzdür? Deməli, x-ə mənfi qiymətlər qoyanda da yenə də nə oldu? F mənfi x bərabərdir fx-ə. Düzdür? Yəni, x-ə müsbət qoyanda da müsbət aldım, mənfi qoyanda da müsbət aldım. Müsbət qoyanda da müsbət, mənfi qoyanda da müsbət alırsınızsa, bu olur cüt funksiya. Yadınızda qaldı. Əgər mənfi qoyanda da mənfi, müsbət qoyanda müsbət alırsınızsa, bu halda bu olur tək funksiya. Yadınızda qaldı. Yəni, x-in kubu olsa da bu tək funksiyadır. Bəli. Əgər belə də bu funksiyalardan danışırıqsa, əgər x üstü n funksiyalarından, x üstü 2n plus 1, x üstü 2n funksiyalarından danışanda, bəli, x üstü 2n funksiyaları olur, uşaqlar cüt funksiyalar, x üstü 2n plus 1 funksiyaları isə olur tək funksiyalar. Oldu? Və bütün növ funksiyalarda da dediyimiz kimi, əgər mənfidə mənfi, müsbətdə müsbət alırsa, bu halda bu olur nə? Müsbətdə müsbət, mənfidə mənfi alırsa, bu olur tək funksiya. Müsbətdə də müsbət, mənfidə də müsbət alırsa, bu olur nə? Cüt funksiya. Oldu?